Yeri gelmişken Daim Velibeyev adında bir alim değildi. Aslında kalsa o ressam idi. Ama bu meseleyi araştırıp ve yüzlerle Lezgi ve Norveç dilinde sözler tapıbdı. O başkadır. Misal için Sarı Gəlini bir profesör qeyd eləmişdi ki, Qıpçaq gözəldir. Bu mənim xalq malımdır. Azərbaycan profesör, sən bunu Qıpçaqa niyə aparırsan? Sən heç bilmirsən sarın nəyin sarısından söhbət gedir. Bu da var da dezinformasiya real informasiyadan tez qabağa düşür. Bir dəfə demişdi də, mənə bəs əslində Nəsiminin dərisi soyulmuyor. Bəli, Nəsiminin dərsi. Amma Hacı Bünyatov dedi ki, rəhmətli Topçubaşova zəng elədim ki, qoyunun qanı canından çıxmasa, onu soymaq olar, dedi yox. Dedi, bəs Nəsimini nətər soyublar? Misal var, deyir, Nəsimini divanın gətdim qoydum ortaya. Dedilər ki, Ziya biz informasiya vermişik də, bağla, biabır olmayaq. Dövlət səviyyəsində biz məlumat vermişik. Bunun nətə, o vaxt soyulan adamı atırdılar, şaqqalayıb canavarlar yerdi, qurtquş yerdi. Bunun məqbərəsi var, kişi. Yeri gəlmişkən, bəzi alimlər söhbətlə deyirlər ki, dövlətçilik xəttiyinə görə mən buna qarşı gedə bilmərəm. Haqqı demirlər. Mən gedirəm. Deyirlər, dövlətçilik. Nə haqq lazımdır, haqq. Baxır, dövlətçilik nədir? Siyasət başqa şeydir. Siyasət başqa şeydir. Elm başqa şeydir. Elmdə niyə güzəştə gedilməlidir? Hansı düzlüğü qoyulmalıdır? Bütün dillər dəyərləndirilməlidir. Xalq varsa, o xalq dəyərləndirilməlidir. Heç bir xalqı qıraq ata bilməz. Heç bir xalq. Amma tatlarda tat yazılır mı? Tat, yenə deyirəm. Tat sayılır mı? Tat nədir? Tat tək Allahlığın bahanələrinə deyilir. İbrahim nəslinə deyilir. Mən belə götürürəm. Taət arilər. Azərbaycanda etnik xalq yoxdur. Hamısı köklü xalqdır. Hamısını eləyib, avarı eləyib etdik, ləzgin eləyib etdik. Elə şey olar. Hamısı qardaş, eyni kökü bura Alban dövlətinin 26 tayfası olub. Şəcərəsi olub. Burada gəlmə yoxdur. Köklü, əksinə məndən gedib o yana. Misal Norvegiya. Bəli, hər yerə demək də düzgün deyil. Amerikaya, Hindulara görə ki, neçə söz səhət sözüdür. Hətta adətləri. Səhət sözlərindir. Hamısı. Hin nədir? Hin zamandır. Du ikinci qol. Hindu, du. Yəni ikinci qol getdi, görsən?